Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü mövzumuzun izahı olacaq faiz mövzusu. Dərsimizin izahına keçməzdən onu da qeyd edim ki, bizim dərslərimizdən yararlanmaq üçün 077 598 38 00 nömrəsi ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. İndi isə keçirik mövzumuzun izahına. Mövzumuzun adı nə idi? Faiz. Ədədin 100-dən 1 hissəsi faiz adlanır. Ədədin 100-dən 1 hissəsi adlanır faiz. Ədədin 100-dən 1 hissəsi adlanır faiz. Demək, bizə verilə bilər 5-də 3 ədədinin, məsəl üçün 5-də 3 ədədi neçə faizdir? Biz 5-də 3-ü faiz göstərən ədədə, yəni 100%-ə vurmalıyıq. Bu da bərabərdir 60-a. Yəni 5-də 3 ədədi 60%-ə bərabərdir. Başqa bir tapşırıq olaraq bizə verilə bilər ki, 60%-ni ədədlə ifadə et. 60%-i bəli, ədədlə ifadə et. Biz 60% hansı ədədə bərabər olduğunu tapmaq üçün 60%-i bölməliyik 100%-ə. Yəni 60%-i 100%-ə bölüb biz hansı ədədi ifadə etməyini tapa bilərik. 60%-i 100%-lə ifadə etsək 0,6 ədədini almış olarıq. Sonra bizdən ədədin faizini tapmaq istəyəcək. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Məsəl üçün, bizə deyər 90-ın 40%-ni tap. Biz 90-ı 40-a vurub 100-ə bölməliyik. Bu 10-a ixtisar gedəcək bunlar. Qalacaq 9-u 4-ə vuracaq eləyəcək 36. Sən demə 90-ın 40%-i 36-ya bərabər imiş. İkinci tip tapşırıq da bu tip istəyə bilər bizdən. Məsəl üçün faizə görə ədədi tap. 20%-i 70 olan ədədi tap. Biz nə edirik? Verilən bizə ədədi, yəni 70-i 100%-ə vurub faiz göstərən, yəni 20%-ə bölmək lazımdır. 20 ilə 100 burada ixtisar gedəcək, olacaq 5, bərabər 70-i də 5-ə vursam, eləyər 350. Sən demə, 20% 70 olan ədəd 350 imiş. Bir də uşaqlar bizdən belə bir tapşırıq istəyə bilər ki, A ədədi B ədədinin neçə faizidir? Məsəl üçün, indi bunun bir rəqəmlə ifadə eləsək, deyə bilər ki, 9 ədədi 45-in neçə faizidir? 9 ədədi 45-in neçə faizidir? 9 ədədi 45-in neçə faizidir? Neçə faizidir? Bizdən bu tip tapşırıq soruşanda nə edəcəyik? 9 ədədi 45-in neçə faizdir tapmaq üçün 9-u 45-ə bölüb 100-ə vurmaq lazımdır. 9-u 45-ə bölüb 100-ə vurmaq lazım. Bu da bərabərdir 20-yə. Demək, 45-in 20%-i sən demə 9-a bərabər imiş. İnşallah gələn dərs izahlarında görüşənədək sağ olun, salamat qalın.